Bak. Ana kurban olsun sənə həyatım. Göstərmiyor. Ay senin boğazına dönüm. Ay sənə qurban Azorda mənə olum. baxır, az ölüm ha. Sevgim. Ay Allah, zaçım sılınır. Halal olsun ha, sen Rus yazışmısan. 3200 nəfər. Sevgi. Ayşun. Tıklayın uşaqlar, tıklayın. Biz onunla nəfəs alırıq, maşallah, maşallah. Hamımız onu çox istəyirik. Maşallah. Allah bəxtin, taliyin gözəl eləsin, gözəl olsun. Qoymadı, sual vermək istəyirdim ona. Qoymadı. Son vaxtlar zarafatsız elə bilirəm ki, mən özüm elə bilirəm də, onun mənə qarşı sevgisi azalıb, istəyi azalıb. Nə bilim, biraz soyuqluq var elə bilim mənə qarşı Aysun'da. Öz içimdə elə hiss edirəm. Bəlkə də yanlışdır bu, yanlış hiss edirəm. Amma mən uşaqlarımı çox istəyirəm də. Yəni, düzdür, bütün valideynlər evlatlarını çox istəyirlər. Mən onları çox istəyirəm. Yəni, onlara görə canımı da qurban verərəm. Onlara görə hər şey eləyərəm də. Yəni, həmişə də eləmişəm. Yəni, Aysun'a demişəm, toxunan olanı, nə bilim, bilmirəm. Yəni, hər şeydən keçərəm də evlatlarım üçün. Yəni, o dərəcədə. Mənə elə gəlir, bəlkə də mən elə hiss edirəm. Elə bilirəm, soyuqlaşıb Aysun mənə qarşı. Nə bilim, elə düşünürəm. Yağmur bağlı uşaqdır, ümumiyyətcə. Yağmur heç vaxt mənə istəyini bildirməyib. Ümumiyyətcə, mənim uşaqlarım mənə istəklərini bildirməyiblər də. Yəni, məni bilmirəm, niyə. Bəlkə də, bilmirəm, yalan deyirəm. Bəlkə də qızına öz sevgisini verib, qızını daha çox istəyir. Ona bax, deyirdi, Döyqaya vermərəm 200 dollar. Deyir, bunun prodüsörü gəldi, Döyqanı afriskalar. Soğanı hər aparırsan? Soğansız doğum. Evdə yoxdur, gözün çıxsın. Hə, bəlkə də ola bilər sevgisini daha çox sevgiyə veribdir. Sevgisini daha çox sevgiyə verir. Amma ana başqadır. Nə olur olsun, ananı evlatla əvəzləmək, nə bilim, mən eləyə bilmərəm. Bilmirəm, nə bilim, Aysun bəlkə də. Amma mən elə düşünürəm. Bəlkə də elə deyil Aysun, mən yenə də həmişə kimi çox istəyir. Yağmur bir başqadır. Yağmur ümumiyyətcə o çox qapanıq qızdır. O çox qapanıq uşaqdır. O, yəni, heç bir şeyi bildirmir, heç bir şeyi demir. Yəni, mən hiss eləmirəm də, görmürəm. Aysun gənə hərdən birdən bir problemi olanda, bir çətinlikdə, nə bilim, nə isə əsəbləşəndə, nəsə olanda məndən bölüşür. Mən ümumiyyətcə, nə bilim, amma mənim əzizlərim, bilirsiniz necədir? Mənim artıq may ayının 25-də 46 yaşım olacaq da. Nə az, nə çox. Yavaş-yavaş qocalır. Yəni, elə bir az yaşım da yoxdur. Mən uşaq deyiləm. Mən gör neçə yaşım var. Və üzü sulukən getmək lazımdır bu dünyadan. Üzü sulukən və necə deyim, belə